Özün təqdim. Mən Şərifov Absirəddin Əliyev xan tanıyırkən tanımışam. Nə vaxtdan ordudasın? 3-cü ilə keçir. Arzu nədir? Orduya gəlibsən, hansı döyüşlərdə olubsan sən? Arzum odur ki, müharibə qutarsın. Döyüşlərdə də belə Murovda, Kəlbəcərdə, Ağdərədə, Gülüstanda, Aldanda, Fərux dağında, Mehmanidə, Çıldıranda da olmuşam. Belə arzum odur ki, müharibə qutarsın. Hansı silahlardan istifadə edə bilirsən? Çoxsunun TŞK-dan istifadə edə bilən minamyotdan, avtomatdan, PK-dan, RPK-dan, Zenitkadan. Eşitdik ki, sən kəşfiyyatla da məşğul olsan, kəşfiyyata da gedirsən. Hansı kəşfiyyat əməliyyatlarında iştirak edirsən? Kəlbəcər kəşfiyyatında, 2 dəfə Kəlbəcər kəşfiyyatında Qamışlıya getmişik, gəlmişik. O elə artilleriya vaydolan almağa getmişdik, o da baş tutmadı. Neçə yaşın var sən? 16 Neçə ildir döyüşürsən? Zincilə keçir. Bəs bundan sonra indi müharibə qutaracaq, ondan sonra belə sakit günlər olanda arzu nədir, nə olmaq istəyirsən? Vayen komandirças. Hərbi məktəbə qəbul oldu. Hərbi məktəbə getmək istəyirəm. Bəs burada döyüş tapşırıqlarını, ondan sonra verilən əmrləri necə yerinə yetirir? Əla yerinə yetirirəm. Vaxtı-vaxtında. Belə yerinə yetirirəm. Peki komandir öz əskəri haqqında bir neçə söz de. Sıravi əskər Şərifov haqqında nə demək olar? 3 dəfə kəşfiyyatda olub, həmişə də kəşfiyyatda olan kəşfiyyatçılarla necə hamı kimi, balaca kişi kimi necə lazımdır həmişə özünü göstərir, həmişə də tapşırıqları vaxtı-vaxtında yerinə yetirir. Necə bir komandir kimi fikirləşirəm ki, belə bir oğullar bizdə çox olsa, doğrudan bu müharibəni tezliklə qutara bilərik. Bu adam 3 ildir burada vuruşur, özü də saydı, hansı döyüş zonalarında olub. Ancaq bu qədər. Bax, indi deməli, müharibədən yayınanlar var, yəni ordudan yayınanlar var, averilə məşğul olanlar var, küçələrdə gəzənlər var. Onlara sözü nə olardı? Onlara sözüm odur ki, gəlsinlər, əllərini silah götürsünlər, vətən qorusunlar. Bir də